Devam edin, zahmet olmasa. Devam edin. Devam edin. Gedin de kal. Gedin burada. Bak görürsünüz de bugün Gün 6 May Tofiq Yaqubun növbəti məhkəmə prosesiydi. Daha doğrusu apellyasiya məhkəməsiydi. Və bugün Tofiq Yaqubunun apellyasiya verilən şikayətinə baxılacaqdı. Eyni zamanda vəkillərin ev tutsaxlığıyla verdiyi şikayətə baxılacaqdı. Amma bugün hakim Zamin İbrahimov Tofiq Yaqublu'nun bugün 36-cı gündür ki aclıq eləyir. Amma buna baxmayaraq özü də gözünlə gördü. O kör gözlərinlə gördü ki, Tofiq Yaqublu hansı vəziyyətdə məhkəmə zalında oturmuşdu. Danışmağa belə heyi yox idi. Bununla belə, yəni hətta bu qanunla təsbit olunsa belə ki, humanist addım və bu qanunla təsbit olunsa belə, onunla belə Tofiq Yaqubluya qarşı anti-humanist qərar verdilər. Və növbəti məhkəmə prosesini güya bu açılış iclasıymış və nə ev tutsaxlığını təmin elədi. Növbəti məhkəmə prosesini də 20 Maya keçirdi. Baxın, seni itirməyib və məhkəmə zalına gələn insanlara şüar olaraq yazıb ki, siz mənim ürəyimsiniz. O bilir ki, ona necə dəstək var, cəmiyyətin ona necə dəstəyi var. Bugünkü polis, polisin qoşunun gəlməyi onu göstərir ki, onlar narahatdır Tofiq Yaqubluya olan dəstəkdən, xalqın ona olan sevgisindən çox narahatdır. Həqiqətən Tofiq Yaqublu cinayətkar isə niyə narahat olurdunuz, niyə bu qədər polis tökmüsünüz, niyə qoymursunuz insanlar orada toplaşsın, niyə narahatsınız? Bu hamısı onu göstərir ki, onlar çox narahatdılar, çox narahatdılar.